İndi isə gəlin cədvəlin, sütunun, sətrin və xananın seçilmə üsullarına baxaq. Deyək ki, bu sütunu seçmək istəyirik. Bunun üçün kursoru həmin sütuna yerləşdirib, Layout bölməsindən Insert, Select Column əmrini veririk. Həmin sütun seçilmiş oldu. İkinci bir üsul, lazımlı sütunu seçmək istədikdə, sicanı onun üzərinə bu qayda ilə gətirdikdə, diqqət edin, sicanın göstəricisi belə bir forma alır. Və əgər sicanın sol düyməsini basarıqsa, həmin göstəricidən aşağıda olan sütun seçilmiş olur. Bu qayda ilə bir neçə sütunu da seçə bilərik. Bunun üçün sicanın sol düyməsini basıb saxlayaraq, bu qayda ilə sağa və sola sicanı yerini dəyişdikdə sütunlar seçilmiş olur. Sətri seçmək istədikdə isə kursoru həmin sətrin bir xanasında yerləşdiririk. Daha sonra Layout bölməsindən Select Row əmrini veririk. Gördüyünüz kimi kursor olan sətir seçilmiş oldu. Digər asan bir üsul, sicanın sol düyməsini bu qayda ilə sətrin qarşısında saxlayaraq bir dəfə sol düyməni basırıq və həmin sətir seçilmiş olur. Əgər bir neçə sətir seçmək istəsək, bu qayda ilə sicanın sol düyməsini basıb saxlayaraq seçə bilərik. Xananı seçmək istədikdə isə kursoru həmin xanaya yerləşdiririk. Və daha sonra Layout bölməsindən Select Cell əmrini veririk. Gördüyünüz kimi kursor olan xana seçilmiş oldu. Digər asan bir yol isə sicanın göstəricisini xanaya yaxınlaşdırdığımız zaman göstərici belə bir forma alır. Əgər sicanın sol düyməsini basarıqsa, həmin xananı bu qayda ilə seçmiş oluruq. Cədvəli seçmək istədikdə isə kursoru həmin cədvəlin içində yerləşdirib Layout bölməsindən Select Table əmrini verə bilərik. Digər bir üsul, cədvəldən qıraqda yerləşən bu işarəyə sicanın sol düyməsini basdıqda bu qayda ilə cədvəli seçmiş oluruq. Digər bir üsul, sicanın sol düyməsini cədvəldən kənarda bu qayda ilə basıb saxlayaraq aşağı çəkirik və bu qayda ilə seçə bilərik. Eyni ilə yuxarı hissəsində basıb saxlayaraq bu qayda ilə onu seçə bilərik.